Bu arada Amerika Birləşmiş Ştatları və Cənubi Koreya Patriot raketdən müdafiə sistemlərini Koreya yarımadasından müvəqqəti olaraq yaxın şərqə daşıyacaq. Razılığa gəliblər bu barədə də və bu qərar Amerika Birləşmiş Ştatlarının bölgədəki hərbi hazırlığının səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı bir vaxta təsadüf edir. Belə addımlar İranın nüvə proqramını dayandırmaq üçün birbaşa danışıqlardan imtina edəcəyi təqdirdə Birləşmiş Ştatların hərbi əməliyyatlara başlayacağı ilə bağlı xəbərlər fonunda atılıb. Bu cür hadisələr fonunda Amerika Birləşmiş Ştatları İran qarşıdurması ola bilərmi? Müharibə olacaqsa proseslər hansı formada inkişaf edəcək? Sujetdən biləcəyik. Birləşmiş Ştatlar və Cənubi Koreya Patriot raketdən müdafiə sistemlərini Koreya yarımadasından müvəqqəti olaraq yaxın şərqə daşıyacaq razılığa gəlib. Bu Cənubi Koreyada yerləşən Birləşmiş Ştatlar qüvvələrinin texnikasının bir hissəsinin başqa əraziyə köçürüldüyü ilk məlum əməliyyatdır və prosesin aylarla davam edəcəyi, lakin eyni zamanda müvəqqəti olacağı da bildirilir. Qərar Vaşinqtonun bölgədəki hərbi hazırlığı səviyyəsinin əhəmiyyətli dərəcədə artırdığı bir vaxta təsadüf edir. Həmçinin Ağ Ev belə hərəkətlərlə bir növ bölgədəki müttəfiqlərini qorumağı da hədəfləyir. Yaxın Şərqin digər ölkələri, Körfəz ölkələri, yəni bu bölgədə yerləşən Ərəb ölkələrində kifayət qədər Amerika Birləşmiş Ştatlarının hərbi bazaları var və onlar həmçinin ABŞ ilə müttəfiqlik münasibətlərinə malikdirlər. Əgər İrana qarşı əməliyyatlar olarsa, bu ölkələrdəki bazalardan istifadə edilməsi ön plandadır və buna görə də Amerika Birləşmiş Ştatları da bu ölkələrin və eyni zamanda İsrailin təhlükəsizliyini qorumaq üçün digər bölgələrdə olan güclü silah sistemlərini məhz yaxın şərqə köçürməklə məşğuldur. Digər tərəfdən Birləşmiş Ştatlar son zamanlar İranın hər hansı cavab tədbirinə hazır olmaq üçün müdafiə mövqelərini gücləndirir. Regiondakı bazalarını qorumaq üçün əsas hərbi imkanları yenidən qurur və yerləşdirir. Bu addımlardakı əsas məqsəd isə Tehrandan nüvə proqramını dayandırmaq üçün təzyiqlər etməkdən ibarətdir. Əgər İslam ölkəsi birbaşa danışıqlardan imtina edərsə, Birləşmiş Ştatların hərbi əməliyyatlara başlayacağı güclü ehtimallar sırasındadır. Amerika Birləşmiş Ştatları artıq Hind-Okeanı və İran ətrafına öz hərbi qüvvələrini cəmləşdirir. Cənubi Koreyadan Patriot raket sistemlərinin də məhz İran ətrafına gətirməsi xüsusilə Amerika Birləşmiş Ştatları okeanda və dənizdə öz hərbi hava qüvvələrini və gəmilərini İranın raket atışından qorumağa hesablanır. Yəni bu onu göstərir ki, Amerika Birləşmiş Ştatları İrana hərbi təzyiqləri artırmaqla danışıqlar masasında İrandan güzəştlər tələb edir. Birləşmiş Ştatların nüvə sazişi ilə bağlı danışıq təklifləri və hərbi təzyiqlərinə isə İrandan cavab gecikməyib. Ölkənin Xarici İşlər Naziri Abbas Araqçinin sözlərinə görə rəsmi Tehran Vaşinqtonla birbaşa danışıqları mənasız hesab edir. BMT nizamnaməsini pozaraq daimi güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olar, deyə nazir vurğulayıb. İndiki məqamda hadisələrin hansı formada inkişaf edəcəyini zaman göstərəcək.